Pasientlərin bəziləri erkən boşalma problemindən əziyyət çəkməsinə baxmayaraq, bir qrup pasientlər də boşala bilməmə və ya çətin boşalma prosesindən əziyyət çəkir. Əziz dostlar, bu prosesin müxtəlif səbəbləri var. Birinci səbəb psixogen faktorlardır. Hansı ki, cinsi yetişkənlik vaxtı formalaşır və insanın orqazmında və orqazm prosesində mühüm rol oynayır. İkinci səbəb cinsi orqanlarda gedən irinli iltihabı proses və ya irinli iltihabı prosesdən sonra yaranmış fəsadlardır. Məsələn, prostat vəzi bunun iltihabı, xroniki iltihabını buna aid eləmək olar. Üçüncü səbəb cinsi orqanlarda orqazm prosesini gecikdirən üçüncü səbəb onurğa beyni və baş beyninin travmalarıdır. Keçirilmiş onurğa beyni və baş beyninin zədələnmələri, onurğa beyninin ayrıca zədələnmələri, bundan əlavə dağınıq skleroz, həmçinin beyində olan hər hansı bir törəmə və onların yaratdığı fəsadlar, üstəgəl beyində dağınıq skleroz və digər nevroloji xəstəliklərin səbəbləri. Dördüncü səbəb nevroloji problem yaratmaq səbəbinə görə alkoqollu maddələr, psixotrop maddələr, siqaret və spirtli içkilər, onların yaratdığı fəsadlar və bəzən də uzun müddət hər hansı bir preparatların qəbulu, məsələn, nevroloji dərman preparatlarının qəbulu, antipsixotik dərman preparatlarının qəbulu, təzyiq və şəkərli diabet əleyhinə olan preparatların qəbulu kişilərdə anorqazmiya yarada bilər. Orqazm prosesinin pozulmasında növbəti səbəb şəkərli diabet və onun yaratdığı diabetik angiopatiya və neyropatiyadır. Belə ki, şəkərli diabet olan insanlarda hissiyatın həddən artıq zəifləməsi baş verir, damarların mənfəzi sanki şişmiş kimi olur və nəticədə orqanda sərtləşmə problemi pozulur və bu sərtləşmə problemi pozulmasıyla bərabər hissiyatsızlıq və sinir keçiciliyi də pozulur. Bu da öz növbəsində orqazm ola bilməmə və çətin orqazm olma prosesinə gətirib çıxardır. Mən Doktor Həsən Səmmədov sizin orqazm problemlərinizlə əlaqədar bütün suallarınıza cavab verə bilərəm. Bunun üçün bizim kanalımıza abunə olun, ətraflı məlumat üçün klinikamıza müraciət edə bilərsiniz.